Salam əziz qrup üzvləri, hər birinizi xoş gördük. İnşallah ki, qrupumuz hər kəs üçün uğurlu və düşərli bir qrup olsun. Hər kəsə işlərində bol-bol uğurlar arzu edirəm. Allah hər kəsə zehni açıqlığı versin. İlk dərsimiz coğrafiya elminin inkişaf mərhələləri dərsi olacaqdır. Biz bilirik ki, hazırda coğrafiya elmi sürətlə inkişaf edir. Yəni, o ərazilərin təsvir edilməsi elmindən coğrafi hadisələrin təhlil edilməsi elminə çevrilmişdir. Yəni, əvvəllər coğrafiya təsviri xarakter daşımışdır ki, minilliklər ərzində insanlar təbiətdə məskunlaşaraq onu öyrənməyə və tədqiq etməyə nail olublar. Səyahətlər zamanı insanlar əldə etdikləri məlumatları müxtəlif tikililərin və yaxud əşyaların üzərində simvol və işarələrlə göstəriblər. Bəzi biliklər isə əfsanə və nağıllar vasitəsilə müasir dövrə gəlib çatıb. Yazı yaranır, yazı yarandıqdan sonra artıq insanlar öz coğrafi biliklərini kitablar və sadə xəritələrin köməyi ilə bizə ötürürlər. Qədim Çin, Hindistan, Misir, Yunanistan, digər ərazilərdə yaşayan xalqların coğrafi biliklərinin inkişafında çox böyük xidmətləri olur ki, məsələn, eramızdan əvvəl Çində kompasdan istifadə edilməsi haqqında məlumatlar vardır ki, indi hal-hazırda da bizə həmin məlumatlar gəlib çatmışdır. Və hazırda coğrafiya elmi sürətlə inkişaf edir. Yəni, artıq təhlili xarakter daşımış olur coğrafiya və digər elmlər kimi coğrafiyada uzun tarixi inkişaf mərhələsi keçir ki, birinci mərhələ ilkin təsəvvürlər mərhələsidir. Bizim eramızdan əvvəl 3-cü, 2-ci əsrlərdən bizim eranın 5-ci əsrinə qədər davam edir. Orta əsrlər dövrü 5-ci, 15-ci əsrləri əhatə edir. Böyük coğrafi kəşflər dövrü 15-ci və 17-ci əsrləri əhatə edir. Müasir dövr isə 18-ci və 21-ci əsrləri əhatə edir. İlkin təsəvvürlər dövrü təsviri xarakter daşıyır. Yəni, bu dövrə biz Babillərin və Şumerlərin yer haqqındakı ilkin təsəvvürlərini misal olaraq göstərə bilərik. Babillərin yer haqqındakı ilkin təsəvvürləri Babillərə görə dünya ayrı-ayrı qatlardan ibarət olur. Mərkəzdə onlar, digər qatlarda isə başqa xalqlar yaşayırdılar. Şumerlərin yer haqqındakı ilkin təsəvvürləri isə Şumerlərə görə 4 cəhət və hər cəhətdə isə bir dünya yerləşirdi. Onlar Kiçik Asiya yarımadasının mərkəzdə, ətrafında isə Qara, Aralıq və Egey Mərmərə dənizini təsvir edirdilər. Pifaqor bizim eramızdan əvvəl 6-cı, 5-ci əsrdir və ilk dəfə yerin kürə formasında olmasının fikrini irəli sürür, amma bu iddianı əsaslandıra bilmir. Aristotel bizim eramızdan əvvəl 4-cü əsr ilk dəfə yerin kürə şəklində olmasını elmi cəhətdən sübut edir və o bunu ay tutulması zamanı yerin kölgəsinin dairəvi olması ilə izah etmişdir. Eratosfen isə ilk dəfə günəşin düşmə bucağına əsasən yerin meridian çevrəsinin uzunluğunu hesablayır. Coğrafiya terminini elmə gətirir. Məhz buna görə də Eratosfeni coğrafiyanın atası adlandırırlar. Və Eratosfenin yazdığı coğrafiya kitabı isə 2 hissədən ibarət olur. Ümumi coğrafiya və ölkəşünaslıq. Ptolomey 2-ci əsr geosentrik nəzəriyyənin banisi olur. Geosentrik nəzəriyyəyə görə yer mərkəzdə, digər planetlər və günəş sistemi isə onun ətrafında hərəkət edir və 15-ci əsrə qədər bu nəzəriyyədən istifadə olunur. Deməli, onun tərtib etdiyi xəritənin Eratosfenin tərtib etdiyi xəritə ilə oxşar cəhəti hər ikisində eyni quru ərazilərin olmasıdır. Yəni, Şimali Afrikada Liviya, Avropanın cənubu, Piriney, Apennin, Balkan, Kiçik Asiya yarımadaları, Asiyanın qərbi deməli olmuşdur, təsvir edilmişdir. Fərqli cəhət isə Ptolemeyin xəritəsinə dərəcə torunun və bəzi şəhərlərin koordinatlarının olmasıdır. Buna görə də Ptolemeyin xəritələri Eratosfenin xəritələrindən müfəssəl şəkildə tərtib olunmuş bir xəritə hesab olunur. Fales yeri nəhəng okeanda üzən ağac parçası kimi təsvir edirdi. O, Avropa və Asiya qitəsi haqqında da məlumat vermişdir. Strabon 17 cildlik coğrafiya əsəri yazmış. Həmin əsərdə Cənubi Qafqazın, xüsusilə də Qafqaz Albaniyasının təbii şəraiti, məhsuldar torpaqları, Kür və Araz çayları haqqında məlumat verir. Homer yerin hamar olması haqqında məlumat vermişdir, hamar təsvir etmişdir. Herodot yerin oval şəkilli olmasını söyləmişdir. İlk coğrafi biliklərə Herodotun tarix kitabında da rast gəlmək mümkündür. Kratos Maloski eramızdan əvvəl 3-cü əsr yerin ilk qlobusunu düzəldir. Hiparx yerin öz oxu və günəş ətrafında fırlanması, iqlimin dəyişməsi, günəşin üfüqdə hündürlükdən asılı olaraq dəyişməsini söyləmişdir. Qədim dövr səyyahlarından Strabon və Ptolomey Azərbaycan haqqında məlumat vermişdir ki, Strabonun xəritələrində Xəzər dənizi Kaspi, Ptolemeyin xəritələrində isə Hirkan adlandırılmışdır.